Hər şeydən əvvəl özününkünə sahib olmaq hər bir xalqın, hər bir millətin haqqıdır və həm də borcudur. Atalarımızdan, babalarımızdan qalmış mirasdır, əmanətdir. Bu əmanətsə bizim həqiqi tariximizdir. Tarix isə yaddaşdır, daş kitabələrdir, yazılı səlnamələrdir, maddi və mənəvi mədəniyyət abidələridir. Bu da öz növbəsində ayrı-ayrı yaşayış məntəqələrinə bağlı qədim və müasir tikililər, millətin soy şəcərəsi, toponimləridir. Çünki adı sadalanan mənbələr konkret zamanın məhsulu olmaqla yanaşı, həm də millətin yurt, vətən haqqında düşüncələrini əks etdirir. Tariximizə sahib çıxmaq borcumuzdur. Biz Arçut deyərkən bunun istər-istəməz tarixinə biz səyahət etsək, hardasa elə düzdür biz tarixçi deyilik, Osmanlı İmperiyasının tərkibində bu mahal, bu diyar demək böyük bir 7 qitənin sahibi Osmanlının bir əyaləti kimi var olub tarixdə. Bizlər də ora zaten 7 babalarımız axtaranda ailə səcərəsini, demək, kəndin tarixini və s. istinadlı mənbələrə baxanda kəndin elə tarixi gedir hardasa 15-ci, 16-cı əsrlərə qədər çıxır. Bugün bizi bir araya toplayan səbəb nəsildən nəsilə ötürülən varislik hissləri olmaqla bərabər eyni acıyı, həsrəti paylaşmaqdır. Arçut kəndimiz Qərbi Azərbaycan, indiki Ermənistan Respublikasının şimal hissəsində yerləşir. Bazum dağlarının cənub-şərq hissəsində, cənubdan Sararqoşalı kəndi ilə, şərqdən Xancıqaz kəndi ilə sərhəddir. Rayonda Arçut kəndi ən böyük kəndi olub. Məktəbinə görə, təhsilinə görə, ümumi ictimai durumuna görə çox fərqlənmiş bir kənd idi. Tarixinə baxanda çox qədim tarixi var. Arçutun özünün sahəsi 28,5 kvadrat kilometrdir. Arçutun başlanğıc hissəsi el arasında Safxozun bağı olan yerə Dınqaran bir ad qoymuşdular. Oradan başlayır, Döllək Qışqanağının dərəsinə qədər 2262 metrdir. Yəni, burada indi müəyyən xəritələrdə, planlarda göstərmişəm. Böyük Qarakilsə 25 kənddir. Misal üçün, belə deyək, Göyçə ətrafı 32 kənddir. Yəni, bunlar hamısı göstərilir. Ümumiyyətlə, Pəmbək zonasında Ocdu-Bucdu, Hamamlı və Böyük Qarakilsənin tərkibində olan 48 kənddir. 49 olub. Biri itib zəlzələdən sonra. 48 qalıb. Onun 26-sı Böyük Qarakilsəyə aiddir. 22-si Hamamlıya. Hamamlıda olan kəndlərdir. Ayrı-ayrılıqda götürəndə Azərbaycanın hər yurt yeri, hər kəndi Azərbaycanın tarixinin ayrılmaz bir hissəsidir. Nə qədər kətlər haqda danışsaq, nə qədər filmlər çəksək, nə qədər kitablar yazsaq, o bizim tariximizə verdiyimiz töhfələrdir.
Bu gün üçün hər hansı bir kəndin, hər hansı bir obanın adamları o kənd haqqında yazanda çox adi görünə bilər. Yəni orada olan məlumatlar, orada olan tarixi abidələr, o kənd haqqında keçmişi, bu günü haqqda və yaxud da ki, tutaq ki, Arçut kəndində olan 88-ci il hadisələr haqqında bu gün deyilən söz sabah, bir gün, 50-100 il sonra artıq bir tarix ola bilər və bizim araşdırıcılar üçün, bizim alimlər üçün, tədqiqatçılar üçün çox böyük istinad yeri, mənbə ola bilər. Bu baxımdan hər bir elin, hər bir kəndin, hər bir qarışın öyrənilməsi bizim üçün çox önəmlidir, çox vacibdir. O cümlədən Qərbi Azərbaycan ellərinin. Bilirsiniz, itirilmiş yer haqqında, itirilmiş yurt haqqında söz demək həm biraz çətindir, həm belə deyək, göynərtilərlə yaşamalı olursan, həm də artıq o torpaq sənin ərazində olmadığına görə o ərazilərdən materialları gətirmək də çətindir. Bizim bununla bağlı təbii ki, kəndimizin ziyalıları, sahə üzrə mütəxəssislər, fərqli hərənin öz yanaşması, fikir var, amma həqiqət birdir. Məntiqə əsaslanmalı, demək, tarix əsaslanmalı. Bugün biz əksəriyyətimiz folklora, şifahi xalq ədəbiyyatına və babalarımızın bir-birinə, nəsildən nəsilə irsi, demək, bizim tarixin irsi keçiciliyi ilə gəlib yazılı bir formada informasiyanın da bugün inkişaf etdiyi bir devirdə artıq çox mənbəli, çox geniş məlumatlar ortaya çıxmışdır. İstər uşaqlıq illərində, istər ondan sonraki dövrlərdə kəndimizin tarixindən, mədəniyyətindən, kənd cəmaatının məşğuliyyətindən dərindən maraqlanmışam. Öz nəsil və kökümüzün hardan, nə vaxtdan burada məskunlaşdığını, nə işlə məşğul olduqlarını yaşlı nəslin nümayəndələrindən öyrənməyə çalışmışam. Arçut kəndi qərbdən şərqə, Şərqi Anadoluya, oradan da Hindistana gedən karvan yolunun üzərində yerləşirdi bu kənd. Kəndin coğrafi mövqeyi belə idi ki, güney bir ərazi idi. Burada həm su bolluğu var idi, təsərrüfat üçün, kənd təsərrüfatı üçün münbit şərait var idi. Və mən Arçudun məskunlaşmasını Böyük Qara kilsənin deyək ki, ən əsas aparıcı kəndlərindən biri kimi belə götürəndə ki, əsasən devrinə uyğun olaraq əkinçilik, maldarlıq, heyvandarlıqla ki, babalarımız məşğul olub, o zaman hər zaman verimli torpaq, məhsuldar torpaq, çay qırağının olması, örüşün, otlaq sahəsinin, dağın, yaylağın, bunlar da Arçutda demək olar ki, hamısı var idi. Yəni yayda yaylağa gedirdilər, qışda inirdilər aşağı, qışlağa, iqlimə görə, reliefə görə, bunların hamısı faktorlardır. Bu baxımdan bütün bölgələrin, bütün kəndlərin öyrənilməsi bir çox önəmli bir əhəmiyyət kəsb edir. Bayaq dedim ki, bu hər şeydən qabaq itirilmiş yurtlar üçün daha çox lazımdır. Və həm də o yurtların öyrənilməsi, o ərazilərin kimə mənsub olduğunu indiki zamanda erməni diasporunun, onları tərəfini saxlayanların zamanında bu daha önəmli, daha vacib olan şərtlərdən biridir.